Bugün Ali Məhkəmədə Baş Prokuror Zakir Qaralovun Hüquq Maarifçilik Cəmiyyətinin sədri, hüquq müdafiəçisi İntiqam Əliyevin cəzasının ağır olmasına dair əlavə kassasiya protesinə baxılıb. Plenum iclasında İntiqam Əliyevin 5 il şərt azadlığa buraxılması ilə bağlı qərar qəbul edilib. Yani ki təmin olundu da. Təmin olundu, cəzası şərti olacaq. 5 il sınaq. İntiqam Əliyevə təyin olunmuş cəza Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə şərti hesab edildi və dərhal həbsdən azad edilməsi qərarı alındı. Məhkəmə qərarı. Yəqin ki, günün axırına həbsdən azad olunlar, yaxın saatlarda. İndi cəza çəkmə müəssisəsində biz gedib orada gözləyəcəyik onu. Zaten bəraətlə bağlı. Biz müdafiə tərəfi olaraq əvvəlki mövqeyimizdə qaldıq ki, İntiqam Əliyevə bəraət verici əsaslarla xitam verilməlidir. Amma yəni baş prokurorun o protestində göstərilən o xəstəliklə bağlı məsələləri biz ona etiraz eləmədik ki, onlar mövcuddur. Amma mövqeyimiz odur ki, ona bəraət verilməlidir. Biz axıra qədər də bu mövqedə dayanacağıq. Bəs nə vaxt buraxacaqlar? Yaxın saatlarda. Yəni bugün olacaq. Bəli. Dərhal buraxılması. Bəli, dərhal. Bəli. Yəni biz indi biraz gedəcəyik orada gözləyəcəyik onu. 5 il şərti olmalı. Bəli. Ya biz onunla da razı deyirik, amma hər halda bu həbsdən azad olunduğuna görə müsbət addımdır. Bəraət verilməsini istəyirsiniz. Bu istiqamətdə növbəti addım nə olacaq? Növbəti addım Avropa məhkəməsinə şikayət göndərməmiz olacaqdır. Burada birinci instansiya məhkəməsində yenidən bəraət üçün... Yox. Bu yeni açılmış hallarla bağlı yenidən təzədən baxıla bilər. Belə bir hal yoxdur. Yəni ancaq Avropa Plenum Ramiz Rzayev sədri edir. Bəli. Namiq Əsgərov da müdafiə edir protest. Bəli, müdafiə elədi. Baş prokurorun müavini protesti müdafiə elədi. Təşəkkür. Qərarı indi eşitdik. Bura yığışanların hamısına ayrı-ayrı İntiqam Əliyevin adına, öz adımdan da təşəkkürümü bildirirəm. Çox sağ olun dəstəyinizə görə. Ay, təbrik edirəm. Söz şərti verdilər, 5 ildə sınaq müddəti. Şəhla xanım. Yanam aşağı. Bəli. Nərmin. Nərmin necə baxırsınız, necə qiymətləndirirsiz? Sınaq 5 il sınaq müddətinə buraxılıb. Təbii ki, biz bəraət gözləyərdik, bəraət qərarını gözləyərdik. Amma yenə də sağlığına görə azadlıqda olmasına sevinirik ki, bundan sonra artıq müalicə ala biləcək. Sevincliyik. Bütün vəkillərə öz təşəkkürümüzü bildiririk. Bu müddət ərzində ancaq onlar onun əziyyətini çəkdilər. Onun müdafiəsi üçün çalışan bütün beynəlxalq təşkilatlara, xaricdən fəaliyyət göstərən dostlara, öz dostlarımıza çox təşəkkür edirəm ki, bizi bir anda olsalar tək buraxmadılar. Yanımızda olan hər kəsə təşəkkür edirəm. Baş prokuror İntiqam Əliyevin cəzasının ağır olması ilə bağlı Ali Məhkəmənin plenumuna əlavə kassasiya protesti vermişdi. Bugün plenumu protestə baxdı və təmin elədi. İntiqam Əliyevə təyin olunmuş cəza Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla şərti hesab edildi. 5 il şərti hesab edildi. Sınaq müddəti 5 il müəyyən edildi və onun dərhal həbsdən azad olunması qərarı alındı. Yəni hal-hazırda burada cəza çəkmə müəssisəsinin önündəyik. Ümid edirik ki, yaxın saatlarda, bəlkə də yaxın saatda o həbsdən azad olunacaq. Ümumiyyətlə, şərti cəzanın verilməsi... Biz müdafiə tərəfi olaraq cinayət işinin bəraət verici əsaslarına xitam verilməsini deməli tələb eləyirdik və bu mövqedə də dayanırıq. Yəni, baş prokurorun protestində onun səhhəti ilə bağlı, İntiqam Əliyevin səhhəti ilə bağlı məsələlər qabardılmışdı və biz də o məsələyə etiraz eləmədik. Yəni, mövqeyimiz əvvəlki kimi idi, təqsiri yoxdur, əməlində cinayət tərkibi yoxdur, lakin bu protest verilibsə, bunun təmin olunmasına bizim etirazımız təbii ki, ola bilməzdir. Amma hüquqi müstəvidə, yəni o müdafiə tədbirlərimiz davam edəcəkdir və Avropa məhkəməsi də sonuc olaraq bu şikayət göndərilməyə artıq hazırlanır.
İntiqam müəllimin ölkəyə giriş-çıxışla bağlı məhdudiyyəti olacaq. Yəqin ki, bundan sonra sınaq müddətində onun ölkədən çıxması müəyyən məhdudiyyət ola bilər. Yəni biz bunu da qoy çıxsın, o birisi məsələləri sonra həll eləyərik. Azadlıq o da oradan buraxırlar. Gözləyirlər indi qərarı. Yəni faksla göndərəcəklər ya da ki... Bilmirdilər ki, belə sürpriz oldu bunlara deyək. Yox, bizdən əvvəl rəis artıq təbrik eləmişdi onu. Artıq rəisə xəbər çatmışdı. Biz səhər girənə qədər... Hə, yox, biz səhər girəndə artıq rəisin qabındaydı. Sonra biz getdik, rəislə də görüşdük. Və sonra hələ ki, indi içəridə qərarı gözləyirik. Yəni digər vəkillər də yanındadır. Qərarı yarım saat olar gətirəcək. Ola bilər. Hə, onda şey deyəcəklər. Yəni yarım saat azada... Yox, Sadəcə elə bir şey qalmayıb. Sadəcə bir dənə qərar gəlsin, çıxacaq. Yəni dedi işi bağlanıb, buradakı materiallar. hə, bütün prosedur tam həll olunub. Həll olunub hər şey. Sadəcə biraz gözləməliyik. Qız qaç, qız qaç. Yol boşaldım, gəl yol. Ne çıxır? Bir 5 dəqiqə çıxır. Sadəcə Xahiş var ki, buradan kənarlaşaq biraz. çıxır. Xahiş elədilər ki, Xahiş var ki, kənarlaşaq çıxır. Bizdən niyə xahiş edirlər? yox bizdən xahiş edəndə ki, sizdən xahiş. Arxa qapı yox idi. İkilerin ikisi bayırdadır, ikisi önde çıkırlar. İçəridəki parking yox idi. Necə çıxıb getdi? O biri kapıda. Niyə o bir qapıdan? Öyle çıkıyor. O bizim işimiz değil. Ailəsi burada gözləyir. Ailesine indi əlaqə saxlayacaq intikamları. Necə uğurlayıblar? Xəlvəti yolla da. Onu çıxardıblar başqa yolla. Burada yalandan deyirlər ki, indi buraxacağıq 5 dəqiqə, 10 dəqiqə. Axı evində də yoxdur, yəni evinə Biz də sizi kimi biz bayaqdan gözləyirik. Bayaqdan gözləyirik. Yüksək rütbəli penitensiar xidmətin nümayəndələri gələndən sonra vəziyyət dəyişdi. Və bizə elə gəlir ki, burada başqa deyirlər çıxış yolu yoxdur, amma deyirlər İntiqam Əliyevi buraxıblar, çöldədir. Necə buraxıblar bilmirəm. Ben onu deyə bilmirəm. otağında bir yerdə deyildiniz. Bir yerdə görüşdük, elədik. Sonra çağırdılar, nəsə vəziyyət dəyişdi. İndi biz də bilmirik heç nə edəyik. Ondan sonra hətta getdik rəisin otağında da oturduq, biraz görüşdük. Ondan sonra bizə dedilər, yox, gözləyin, sənədləşdirmə falan belə işlər başa çatsın, ondan sonra buraxacağıq. Bu olubdu hardasa 2-3 saat əvvəl. Biz bura gəlmişik, saat 3-ə işləmişik deyəsən, saat 2-də. İndi saat 7-nin yarısıdır. Ondan sonra penitensiar xidmətin bir yüksək rütbəli deməli adam gəldi, dedi ki, mən indi söhbət edib 5 dəqiqədən sonra çıxacaq. Bu 1 saat əvvəl olubdu. Ondan sonra biz gözləyirik, oradan heç kim çıxmadı. Salamırıq. Oradan heç kim çıxmadı. İndi bizi də çıxartdılar ki, o ucu çıxıbdı. Cəşəmə müəssisəsində Digər tərəfdən deyirlər ki, başqa qapı da yoxdur. Biz onu soruşmuşuq. İçəridə bizə dedilər, burada başqa çıxış yoxdur. Çünki mən artıq 1-2 saat əvvəl dedim ki, bəlkə onu başqa çıxışdan çıxardıb aparıblar. Biz burada boş yerinə dayanmışıq. 2 saatdır siz İntiqam bəyi görmüşdünüz. Bəli. Nə oldu? Bax mən deyirəm axı. Hara gedirik indi? Evinizə Nəyə görə çağırdılar, Necmi? Ya başqa məsələ. Evə göndərdilər. Evə sarda Məlumat verdilər ki, evə göndərdilər.